Salam hörmətli müştərilərimiz, hər vaxtınız xeyirli olsun. Çaylarınızı süzün oturun, bu video biraz çox çəkəcək. Deməli, Sabunçu rayonu Maçlar qəsəbəsi 7 nömrəli Banisonun yaxınlığında. Qaya üstündən də yol var, kəndin içindən də. Cümə məscidinin arxasından da yol var. Qaya üstündən hardasa bir 300-400 metr aralı məsafədə, demək olar qapısına kimi asfalt yolu olan küçədə, məhəllədə 12 sot torpaq sahəsinin üzərində inşa olunmuş 2 mərtəbəli köhnə tikili evdir, amma maşına tikilmiş evdir. Evimiz satışa çıxıb. Zəhmət olmasa həyəti təqdim edeyim müştərilərə. Mən də ətraflı məlumat verim. Qeyd edim ki, sənədimiz paket kupçadır. Evin də torpağında çıxarışı var. Həyətində müxtəlif növ ağacları var. Qaz, su, işıq, bütün kanal xəttləri mövcuddur. Ev 2 mərtəbədən ibarətdir. Hardasa ümumi 200-250 kvadrat metr olan ev, çox geniş evdir. Orada qapı görsənən yer 1-ci mərtəbədə böyük bir otaq var. Oranı çəkib göstərmirəm sizə, yəni tam hazırdır, polu patoloqu vurulub. Həmçinin həyətdə köhnə su hovuzumuz var. Burada sanitar qovşu, hamamı, tualeti ayrı-ayrılıqda. Orada bir qarajı var. Həmçinin burada isə bir qarajı var. Bu isə küçəyə baxır, yola baxır. Burada bir qaraj, burada da su bakı var. Burada isə bir qarajımız var. Bu isə böyük giriş qapısıdır. Həmçinin o tərəfdə də balaca giriş əl qapısı var. Hündür ərazidə yerləşir, gözəl yerdir, hava çəkən yerdir. Hamısı da qohum qonşular, hamısı kənddən. Gözəl məhəllə. Keçək burada. 1-ci mərtəbə. Böyük bir hol və yaxud da zal kimi istifadə etmək olar. Burada bir otağımız. Otaqlı çox hardasa 13-15 ədəd otağı var. Burada mətbəx nəzərdə tutulub, köhnə kərpic peşlərdən. Burada bir otaq. Buradan geçelim. Burada isə bir otağımız. Birinci mərtəbədə 2, 3, 4, 5 otaq, bir mətbəxdən ibarətdir. Həmçinin o tərəfdə də qeyd etdiyim kimi splashnoy böyük bir otaq var. Keçək ikinci mərtəbəyə. Hər tərəfdən qoşa daşla, həmçinin 60 sm divarla tikilmiş evdir. Altı da beton monolitdir. İkinci mərtəbəndə həm də beton, qalın betondan verilib. Qeyd edim ki, 3-cü mərtəbəndə qaldırmaq mümkündür. Burada geniş bir plaşatkamız. Və keçək buradan. Burada qeyd edim ki, yəni 3 ailə tam rahat yaşaya bilər 1-ci mərtəbədə. Orada həmçinin giriş ayrı otaqlar var. Həmçinin burada da ayrı otaqlar mövcuddur. Burada belə bir kiçik hol. Burada mətbəximiz. Burada bir otaq. Otaqlar da çox genişdir. Burada isə ikinci otağımız.
Və burada da böyük bir salımız, qonaq otağımız var. Qeyd etdiyim kimi, yəni 3-cü mərtəbəndə qaldırmaq mümkün olar. Köhnə tikili evdir, yəni istəyən öz zövqünə uyğun təmin edə bilər. Keçək o birisi otaqlarına sizi tanış edeyim. Burada neçə otaq oldu? Burada da 4 otaq, bir mətbəx. Və burada bir mətbəximiz. Burada sanitaryal uşaq hamam və tualeti. Burada bir otaq və ikinci otağımız. Divarlar bu hissə 60 santıdır. 3 kubiklə tikilib. Və bu qədər. Deməli, evimiz hardasa mətbəxlə bir yerdə 15 otaqdan ibarətdir. Ümumi 12 torpaq sahəsinin üzərində inşa olunub. Ev hardasa 200-250 kvadrat metrdir. Sənəd paket kupça, evin də torpağın da çıxarışı var. Qiymət 140.000 manat. Real alıcıya ev sahibi tərəfindən endirimimiz də var. Yerləşmə yeri çox gözəl yerdir. Qaya üstündən də yol var, həmçinin Cümə məscidinin arxasından da. Çox gözəl təklifdir. Gözəl məhəllədə yerləşir. Əlaqə nömrələrimiz səhifədə qeyd olunub. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz. Siz öz daşınmaz əmlakını satmaq və yaxud bütçənizə uyğun əmlak almaq istəyirsinizsə, əlaqə saxlayın, köməkliyi göstərək. Səhifəni takip etməyi, videonu bəyənməyi, paylaşmağı, rəy yazmağı unutmayın. Sağ olun, sağ olun.